qeyd elədi ki, tövhidin üç növü var. Birinci növü nədir? Tövhid-ur rububiyyə. Tövhid-ur rububiyyə nədir? Allahın feillərini yalnız və yalnız ona yönəltmək. Yəni Allahın feillərində Allah Taala'nın heç bir tayı bərabəri yoxdur. Yəni Allah Taala təkdir. Yəni Allah Taala'nın feillərində xüsusiləşdirir ki, yəni yalnız və yalnız onun feilləri ona məxsusdur. İkinci şəxs onun feillərini etməyə qadir deyil. Misalda aydın olur. Məsələn, necə? Məsələn, Allah Subhanahu taala yaradandır. Deyir ki, ikinci bir yaradan yoxdur. Allah Taala yaradandır, ikinci bir yaradan yoxdur. Kim ki desə ki, ikinci bir yaradan var, artıq Allah Taala'ya şərik qoşmuş olur. Şirk də nədir? İnşallah gələcək. Tövhidin qismlərindən sonra şirkin nə olduğunu bəyan edəcək. Və yaxud da Allah Taala ruzi verəndir. Kim desə ki, yox, Allah Taala vermir, ayrısı verir, artıq Allah Taala'ya həmin şəxsi, həmin bir şeyi şərik qoşmuş olur. Və yaxud da deyir ki, hər bir şeyin sahibi mülkü ona aiddir, ona məxsusdur. Kim desə yox, artıq ona nəysəni şərik qoşmuş olur. Eləcə də dirildən, öldürən Allah Subhanahu taala'dır. Yəni Allah Taala'nın bu cürə feillərində onu təkləşdiririk. Kim desə ki, yox, Allah Taala'dan başqası da var, artıq nəysəni Allah Taala'ya şərik qoşmuş olur. Aydındır? Məsələn, misal çəkək. Allah Taala buyurdu ki, dedi ki, yalnız və yalnız yaradan odur. Necə ki Allah Subhanahu taala Qurani Kərimdə buyurur, Allahu xaliqu kulli şey. Allah Taala hər bir şeyin yaradanıdır. Hər bir şeyin yaradanı kimdir? Allah Subhanahu taaladır. Aydındır? Hər bir insan etiqad eləməlidir ki, Allahdan başqa yaradan yoxdur. Ancaq Allah Subhanahu taala Qurani Kərimdə özü bəyan eləyir ki, ondan başqa da yaradan var. Necə ki buyurur, Allah Subhanahu taala buyurur ki, "Fətəbarakallahu əhsanul xaliqin." Allah Taala yaradanların ən yaxşısıdır. Fikir verdiniz ayə. Bəziləri bu ayələrlə şübhə gətirirlər, deyirlər ki, Allah Subhanahu taala tək deyil. Allah Taala buyurur ki, "Fətəbarakallahu əhsanul xaliqin." Allah Taala yaradanların ən yaxşısıdır. Və yaxud da Buxaridə gələn hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm şəkil çəkənlər barədə buyurur ki, qiyamət günü onlara deyiləcək ki, "Əhyu mə xalaqtum." Yaratdıqlarınıza həyat verin. Onlara əzab verilərək deyiləcək ki, yaratdıqlarınıza həyat verin. Gördünüz? Həm Quranda, həm də sünnədə gəlib ki, Allah Taala'dan da başqa yaradan var. Ancaq bu şübhədir. Çünki bunun cavabı da var. Düzdür, Allah Subhanahu taala deyir onlar da yaradır, ancaq onların yaradılışı onların yaratmağı həqiqi yaratmaq deyil. Nəyə görə? Əslində yaratmaq bir şeyi heç nədən yaratmağa deyilir. Yəni Allah Subhanahu taala heç nədən yaradıb hər şeyi. Əsl yaradan odur. Ancaq insan şəkil çəkən və yaxud da heykəl düzəldən yaradır. Ancaq necə? Bir şeyi bir formadan digər bir formaya salmaqla. O da yaratmaq deyil. Həmçinin onların yaratdığı şey müəyyən bir çərçivə içərisindədir. Yəni ümumiyyətlə hər bir şeyi yarada bilməzlər. Allah Taala'nın icazə verdiyi şeyləri yarada bilirlər. Aydın oldu? Qaranlıq qalmadı ki, sizə. Və yaxud da ayrı bir misal, deyir ki, Allah Taala mülk sahibidir. Hər bir şeyi idarə eləyən odur. Allah Subhanahu taala buyurur ki, "Valillahi mulkus semawati vel ard." Yerin də göyün də sahibi Allah Subhanahu taaladır. Digər bir ayədə buyurur ki, "Kul men biyadihi malakutu kulli şey." De, əgər bilirsinizsə deyin görün, hər şeyin hökmü kimin əlindədir? Həmçinin yenə də Allah Subhanahu taala başqa bir ayədə buyurur ki, "İlla ala azvacihim aw ma malakat aymanuhum fa innahum ghayru malumin." Bir zövcələri və fikir verin ayə və sahib olduqları istisnadır. Onlar buna görə heç qınanmazlar. Görürsünüz Allah Taala mülki ayrısına da mənsub elədi. Sahib olduqları. Ancaq bunun cavabı da elə birinci kimidir. Yəni onların insanın sahib olduğu şey müəyyən bir çərçivə içərisindədir. Oradan qırağa çıxa bilmir. Məsələn, insan öz əlinin altında olanın nə var, əlinin altında nə varsa onun sahibidir. Məsələn, mən öz əlimin altında olan sahibiyəm, amma sənin əlinin altında olanın sahibi deyiləm.
Görürsünüz, Allah Teala müəyyən miqdarda insana sahiblik verib. Və yaxud da Allah Subhanahu taala insana mal verib. O malın sahibi də insan. Tam sərbəstliyi ona verib, sahibliyi verib Allah Teala. Yox. İnsan malını israf elədi, mal mənimdir deyir, yandırıram. Yandırsa qiyamət günü ona görə ona cəza çəkiləcək. Kəsiləcək. Nəyə görə? Çünki Allah Teala ona sahibliyi tam verməyib. Və yaxud da bir heyvan mənimdir, əlimin altında olan heyvan mənimdir, mən onu öldürürəm, əzab verirəm. Yox. Ona görə onun cəzasını alacaq. Görürsünüz? Yəni insanın sahibliyi tam şəkildə deyil. Ona görə Allahın feilləri ki var, Tevhid-ül Rububiyyə tək Allaha məxsusdur. Allah Teala təkdir. Onun heç bir tayı bərabəri yoxdur və onun feilləri də tək ona məxsusdur. İkinci bir şəxs onun feilinə qadir deyil və heç kəs iddia eləyə bilməz ki, o feili ikinci eləyən şəxs var. İddia eləsə Allaha şərik qoşmuş olur və onu cəza gözləyir. Tevhidin bu qismini, birinci qismini, Tevhid-ül Rububiyyə qeyd elədiyimiz qismini heç kafirlər belə, Peyğəmbər sallallahu vaxtında yaşayan müşriklər, kafirlər belə inkar eləmirdilər. Allah Teala onların bu tevhidin bu növünü inkar eləmədiklərini Quranda qeyd edir. Necə ki Quran-ı Kərimdə buyurur: "Və in sa'altahum men xalaqas-semawati vel-ard la yaqulun Allah." Əgər onlardan soruşsan ki, yeri göğü kim yaradıb? Deyəcəklər Allah. Görürsünüz? Tevhidin bu növünü müşriklər də təsdiq edirdilər. Fikir verin, müşriklər Allah Taala'nın təsdiq edirlər ki, Allah Teala mülk sahibidir, ruzi verən odur. Hər şey onun əlindədir. Yeri göğü o yaradıb. Onunla bərabər Allah Subhanahu taala onları müşrik adlandırdı. Cəhənnəmlə müjdələdi, onlara peyğəmbər kitab göndərdi. Nəyə görə? Gələcək inşallah. Yəni bu dəlalət edir ki, tək Allaha inanmaq kifayət deyil. Kifayət deyil. İnsanı cənnəti qazanmaq üçün tək Allaha bu cürə inanmaq kifayət deyil. Ümumiyyətlə dünya yaranandan demək olar ki, ta indiki günə qədər tevhidin bu növünü inkar eləyən olmayıb. Necə olmayıb? Qəlbən inkar eləyən olmayıb. Ancaq yox, təkəbbürlük üzündən və yaxud da hər hansı bir məqsəd inatkarlıq üzündən inkar eləyənlər olub. Məsələn, götürək Firavunu. Firavun Allahın olmasını inkar eləyirdi. Necə Quran-ı Kərimdə Allah Subhanahu taala buyurur, Firavun deyir ki, "Fəqalə ana rabbukumul a'la." Dedi ki, sizin ən uca Rəbbiniz mənəm. Firavun özünü Allah adlandırırdı və Allah Subhanahu taala inkar eləyirdi. Necə başqa bir ayədə Allah Subhanahu taala buyurur ki, o dedi ki, "Mə alimtu lekum min ilahin gayri." Deyir, mən sizə özündən başqa bir ilah olmasını tanımıram. Firavun inkar eləyirdi Allah Subhanahu taalanı. Ancaq o dildə inkar eləyirdi. Qəlbdə belə Allah Subhanahu taala onu təsdiq eləyirdi. Yəni dünya yaranandan ta indiki günə qədər elə bir insan olmur ki, olsa da yəni barmaqla saymaq olar onların sayını ki, Allah Taala'nın varlığını inkar eləsin. Necə Allah Subhanahu taala Quran-ı Kərimdə buyurur ki, bir vəcahadu biha vastayqanatha anfusuhum zulman və uluva. Buyurur ki, buna qəti inandıkları halda haqsızcasına onları inkar elədilər. Firavun üçün buyurur. Deyir, buna qəti inandıkları halda. Yəni qəti inanırlar ki, Allah Subhanahu taala var. Sonra Allah Subhanahu taala görünə buyurur, deyir, gör fəsad törədənlərin aqibəti necə oldu? Fikir verirsiniz. Nə vaxtı ki Allah Subhanahu taala ona şərik qoşan qövmlərdən danışır. Ayə və yaxud mövzuların axırına fikir verin, ya onların məhv olmasından danışır, ya da ki onları gözləyəcək əzabdan danışır. Ya da onları yəni əzabla müjdələyir. Nəyə görə? Çünki ən böyük günah məhz şirkdir. Gəlir indi